Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yasamal rayonu Həsənbəyzərdə prospekti 20 yanvar metrosunun yaxınlığında yeni tikili qazı və kupçalı binada qanuni 2 otaq, 3 otağa düzəlmə bir mənzili sizlərə təqdim edəcəyik. Təqdim edəcəyimiz mənzilin çox gözəl bir proyekti var. Bina da ərazinin ən gözəl binalarından biridir. Geniş həyəti, 3 mərtəbəli qarajı və infrastrukturla zəngin bir ərazidə yerləşən bir binadır. Mənzilin proyekti də əla bir proyektə malikdir. Təmir zamanı keyfiyyətli və bahalı materiallardan istifadə olunub. İlk öncə qonaq otağını sizlərə təqdim elədik əziz izləyicilərimiz. Yenidən mən sizə qonaq otağını təqdim edəcəm. Mənzilimiz 19 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. Tam yelçəkər mənzildir. 2 otaqdan 3 otağa ideal şəkildə düzəlib mənzilimiz. Ev sahibi başqa bir ev almaq üçün mənzil satır. Artıq demək olar ki, başqa bir ev tapıb və artıq bu mənzildən köçməyə hazırlaşır. Giriş qapımız girişdə sol hissədə yığılmış qardırob hissəsi. Baxın, bu şəkildə gördüyünüz kimi ev sahibi artıq əşyalarını hazırlayıb köçmək üçün hazır vəziyyətə gətirib. Sol tərəfdə mən sizə təqdim edəcəm. Burada mənzilimizin əsas yataq otağı yerləşir. Tam yelçəkər bir mənzildir. Həm binanın həyətinə, həm də şəhər istiqamətinə baxışı var. Bu yataq otağımız binanın həyət istiqamətinə baxır. Həm gün çıxana, həm də gün batana baxır. Hər iki tərəfdən mənzilə gün düşür və hər iki tərəfə açılan geniş bir eyvan hissəsi mövcuddur. Burada birinci eyvanımız yerləşir. Digər eyvanımız isə mənzilin mətbəx hissəsindədir. Çox fərahlı bir evdir, işıqlı evdir. Qazı, suyu, işığı daimidir. Sənədi kupçadır. Binada 2 sürətli lift fəaliyyət göstərir. Burada isə mənzilimizin sanitar qovşaqları yerləşir. Sanitar qovşaqlarımız ayrı-ayrılıqdadır. Qeyd edim, mənzilimizin döşəməsi parketdir. Burada mənzilin hamam hissəsi yerləşir. Burada isə mənzilimizin ikinci sanitar qovşaq olan tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir əziz izləyicilərimiz. Baxın, bütün otaqların girişi dəhliz koridor hissəyə açılır və bütün otaqların girişi dəhliz koridor hissədəndir və bütün otaqlarda kombi batareyası yerləşdirilir. Üçüncü otağımız burada yerləşir. Mənzil həm qonaq otağından, həm də koridor hissədən biraz kəsilərək üçüncü bir otaqla, ikinci işıqla düzəlib. Kifayət qədər geniş sahəyə malikdir. Əşyalar gördüyünüz kimi tam şəkildə yerləşdirilib. Mənzildə yalnız elektrik avadanlıqlar çıxarılacaq. Qalan bütün gördüyünüz mebel mənzildə qalacaqdır. Sadəcə ev sahibi elektrik avadanlıqlar, televizor olsun, digər elektrik avadanlıqları çıxardacaq. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Mətbəxdə gördüyünüz elektrik hissələr isə qalacaqdır və mətbəxdən eyvana çıxış hissə mövcuddur və bu eyvanımızda olan mənzərə üzü şəhər istiqamətinə, cənub istiqamətinə baxır, gün düşən bir hissədir. Baxın, bu şəkildə. Eyvanımızda həm kombimiz, həm aristomuz və orada isə kollektor sistemi yerləşdirilib. Belə bir geniş mətbəx hissə var. Lazım olan bütün əşyalar yerləşdirilib. İndi isə keçək mənzilin qonaq otağına. Burada isə mənzilimizin qonaq otağı yerləşir.